60-90 il bir ömür yaşayacağıq. Və bu həyat yolunda əslində bir səyahətdir. Biz səyahət edirik. Bu səyahət 3 istiqamətdə olur. Biri xaricə doğru bir səyahətdir. Biz bu səyahətdə həyatı anlamağa başlayırıq. Birisi daxilə doğru bir səyahətdir. Biz bu səyahətdə özümüzü anlamağa çalışırıq, anlamağa başlayırıq. Bir də eyni anda həm xaricə, həm də daxilə doğru bir səyahət gedir. Bu da insanı anlamaqdır. Biz də burada artıq insanı anlamağa başlayırıq. Və biz bu icmada həyatı, insanı, özümüzü daha yaxşı anlayaraq, hadisələrin niyə baş verdiyini və onlara qarşı hansı cavablarda effektiv ola biləcəyimizi, fürsətləri necə tuta biləcəyimizi, təhdidlərlə necə başa çıxa biləcəyimizi, bir növ həyatı öyrənəcəyik. Bilikli öyrənəcəyik burada həyat. Şəxsi həyatımızda, karyer həyatımızda, sosial həyatımızda qarşılaşdığımız problemləri necə kökündən həll edə bilərik? Bax, bunu öyrənəcəyik. Ürəyimizi sıxan, bizi mənəvi cəhətdən narahat edən, ruhumuzun sakit dayanmadığı o anları necə hüzurla əvəzləyə bilərik? Onu öyrənmiş olacağıq. Maddi, belə deyək, kasıblıq döngüsündə itib batdığımız dövrlərdə necə zənginliyi özümüzə çəkə və formalaşdıra biləcək, bunu öyrənəcək. Və bunu öyrənərkən də hər tərəfli bir baxış keçirəcək, holistik bir yanaşma edəcək. Və biz deyəcəyik ki, insan həyatında bir şeyləri əldə etmək istəyirsə, uğuru, hüzuru, nə isə, pulu, zənginliyi, sakitliyi, nə əldə etmək istəyirsə, onun 3 dənə resursu var. O 3 resursdan maksimum səviyyə istifadə etməsi lazımdır. O resurslardan birincisi ürəyidir, qəlbidir. Onu yaxşıca işlədə bilmək lazımdır. İkincisi zehnidir. Bunu bu tərəfdə hakim olması lazımdır. Bütün detallarını, onu idarə edə bilməsi lazımdır. Üçüncüsü də əməyidir, qol gücüdür, zəhmətidir. Bunun üçün də iradə lazımdır insan. O iradəni gücləndirmək lazımdır. Baxın, əslində bu icmada da biz bunu eləməyə çalışacağıq. Bizə bu günə kimi problem nədir sualının cavabını tapmış olacağıq hər üç istiqamətdə. Və bu qəlbimizi, zehnimizi, ağlımızı necə daha optimallaşdıra bilərik? Necə rentable deyək, maksimum səviyyədə istifadə edə bilərik? Və bunun bəhrəsini görə bilərik? Baxın, bu sualların cavabını tapmış olacaq. Bunun üçün bir community formalaşıb və bu community'nin adı Mindset by İmanverdi community'sidir. Və bu da o community'nin giriş videosudur. Və bu sizin həyatınızda çox önəmli bir hekayənin ilk varağı ola bilər. Əgər join düyməsinə basıb bu səhifəni varaqlasanız.